güzel bir şey yok. Bence de geçelim. Cadı evi, ne bileyim. Bakıyorsun bu et azdan. Bu nedir? 50 alacaq. Yəni 60 verib 50, 60 50. Konsept. Ne olacak? Pek beşmiyordum. İraden sürprizlerle çok kreatif şeyler olmuş olabilir bazen. Sabahınız xeyir. Günortanız xeyir, axşamınız xeyir. Artıq nə vaxt izləyirsinizsə bunu, hər vaxtınız xeyir. Belə deyək. Bir iki iş var da dedim. Son vlogunu sizdən eləyək. Həmçinin bu vlogu çox ehtimal ki, biz artıq yeni il vlogu olaraq çəkəcəyik və tipimə falan çox fikir vermirsiniz. Bu ışığı çox sevirəm. Ona görə baxın burada mütləq şəkildə dururam. Kanalıma xoş gəlmişsiniz. Kəncə hardan necə başlayacağımı unuttum bu arada. Kofe içim. Anama mesajlar gəlir. Neyse, baxmayacağım. Özel alana saygı diyerekten baxmayacağım. Hazırda nə edirəm? Kofe hazırlayıram. Yəni dedim elə sadəcə həmişə kofe hazırlayarkən məni görməyin, həmçinin də söhbət eləyək. Bugün əslində bir neçə işimiz var. Bunlardan biri təbii ki dərs keçməkdir. Bir Nigarın klasik həyat rutinlərindən biri dərs keçməkdir. Bu arada çaşqamı göstərmişsəm. Bilmirəm bu çaşqamı göstərmişdim yoxsa yox. Keçən il Leyla adında bir tələbəm var. Çox minnoş bir qızdır. Hələ də tələbəmdir də. Ümumi olaraq deyim. Mənə hədiyyə olaraq alıb gətirmişdi. Tırnaqlarım da olay yani. Yəni məncə yaraşırlar. Dünən mənə yazdı ki, sənin sürprizin var, görüşək. Təbii ki, mənim də sürprizim var da, almamışam. Problemimiz odur. Amma alacağım inşallah. Görüşmə yerimizdə, düşündüyüm yerdə neyse onu həll eləyəcəm də siz məndən yəni təbii ki gələcəksiniz. Sadəcə mən bugünü almağı düşünmürdüm yəni. İradə demişəm ki, İradə alacağım amma almamışam da. Mənim də sürprizim var amma almamışam bacı. Yəni bunu qətiyyən sən başa düşmə falan. Deyirsən sürprizim var. İradən sürprizlər də çox kreativ şeylər olmuş olabilir bəzən. Heç gözləmədiyin şeylər çıxarda bilər ortaya. Ona görə biraz ehtiyat eləyirəm. Amma mən klassikdən gedəcəm. Evet. En son videomuz. Böyle bir yapsam da falan ne dispatimiz geçiyor. Ben de çekiyorum. Geçeydi biliyor. Siz hem çok eşeksiniz. Deməli, Nigar xanım mənə gözləmədən kafesini çayın. Ben bilmedim ama düşündüm ki şeydi. Buradan bir başa geleceğim. Hem de açmıştım. Davay. Yemek yemeyemezdim şimdi yapayım. Fikir verməyin, evdə olunan. Olsun. Printerdə çöp eləmişəm. Hanım, demərsiniz ki, advent yox, sözü demirəm, advent kalendarımız olmadı. Ölürüm. Advent kalender dediğimiz. Hani içine ne var? 7. Hafta her günü. Ne var bunun? Ben aldım, sen aldın. Anlıyorum. Hiç ne oldu? Heç nə olmaz. Yox, yaşaydın, niyə elə deyirsən az? Birle başlayalım. Hamısını açayım mı burada? İstəyirsən az. Bir tane lip gloss. Yok. Lip balm. Ya en sevdiğim piş. Buna bak. Bak. Bunun yaşlı ve istifade edeyim bu arada. Çok teşekkür ederim. Aşkım. Bu nerede? Değil nerede? Açmayacağım onu. Açmayacağım. Tür getsin. Sponge. Halal gibi. Hı? Ama burası. Ha, öyle. Yine bir şeydi. Kanserden. Bir şey oldu. Açın mı? İstəyirsən aç, mən açmamışam. Neredeyse bir yıl boyunca ben isteklerimi bir kenara yazırdım. En son biz dükkana girəndə dedin ki, şam almaq istəyirəm.
Onun da üstüne daraq aktarırdım. Sağ ol aşkım. Bu biraz... Bu nədir? Armut mu? Aç baxdım. Sən bunları seçmisən, məsəl üçün 7-də nə qoyum, 2-də nə qoyum, 7-cini Fikir vermədin ki, hamısı eyni rəngdə gedir. Yox. Həqiqətən hamısının şokun var. Heç fikir vermədim. Baxacağım indi. Yarım sən almışsan, sən də nereye gidiyorsun? Işığı sən almışsan, mikrofonu sən almışsan. Kameranı da gözlüyor. Doğrudan baxaram indi. Şirniyyat yemirəm deyən o şəxs. Sən. Və hədiyyəsi. Təbii ki, mənim hədiyyəm biraz daha balaca qaldı yanında. Amma pis deyil. Sizdə Puh, dollarla. uzun da var evde. Nedir? Da o necə istifadə olunur? Deyən videomu burada bağlamalıyam desin. Şəli xala. Bunu şeyde giyinmirdi. Eller soyuktu. Giyinmirdi. Hal-hazırda şeyə gedirik, Targovya gedirik. Başını dəyəcək. Sorry. Yenə getdik ki, başı dəysin. Çünki Dəli. bir şey öyrənmir. Ağlamıram. Bir səhvə Buranın arkasıdır. bir səhvə anlamaq üçün bir dəfə eləmək kifayətlənmir. Ən az 5-6 dəfə. Neyse, oranı sonra qar yağsa gedəcəyik ora. Ay ne güzel göründü. Ne danışırdım, yadımdan çıxdı. İndi şeyə gedirik, Targovya gedirik. Həmişəki yerimiz yəni. Bu həftə bəlkə də ikinci Eller, sürəklərə Yes, nəhayət doğru sözü dedik. Çünki biz onu həmişə isti əllər, soyuq ürəklər. Yəni aşqsızlıqdan, sevgisizlikdən. Zərfət edirəm. Xanım, nə aldıq? İyi istənir bunu aldı. Ama bunların arasında seçim kaldı. Məncə patso kartoşkalıdır bax. Ve kartoşka lazım değil. Bəli. Bu da nasıl? Mixi bilmediğine de. Mix çox qarışıq olar məncə. Hamısı da, buradakilar məncə hamısı. Onu yeyə bilməyəcəyik. Orası var. Yiyəcəm də necə olduğunu bilmirəm. Daha fazla ışıq gerekli. Neyse. Teşekkür. Mükemmel. Tortasının acısıyla sessiz kıp isteyin ama tortasının acısıyla falan çok güzel oldu. Çok beğendim. Şimdi de külhat. Külhat mı? Külhat. Neyse ondan yemeği yapacağım. Ve indice 2 tane şey keçip geldi. Stansiya diyebilir. Kalkarımın üstüne kim duruyor? Bayağı dortası çok qəşəng. Ben çok beğendim. Ama soğusu biraz mekanın içinde pizza. Uşaq yani sakit dayansa əslində efirlədi. Uşaq bir sakit dayansa işləyəcəyik. Terörist bir şeydi. Köşeyi aslında. Ben yedim, pis değil. Ama daha qəşəng bir şeyler olmuş olabilir. Bilmirəm, daha akşam da bir yer göndərdi. Bir iki tane bir şeyler var, mango falan. Mango da probe edebilirler aslında. Neyse, ama pis değil de çok açsınız da alabilirsiniz bence. Günaydın hanım. Kendi soğusun özü əlavə eləyib, ona görə özü dadına baxacaq birinci. Aa tamam. Ay. Her şey örbəyədən gəlir. Bence pis değil. Deməli,
Dekabrın son günlərini yaşayırıq və bildiyiniz kimi biz Secret Santa eləmişik və mən hədiyyə hələ də almamışam. Bugün ayın artıq 30-udur. Həqiqətən dekabrın ilin son günlərini yaşayırıq, amma heç də yəni hədiyyə almamışam. Gedirəm hədiyyə baxmağa, amma yanımda dəniz olacaq. Düzdür, spoiler verə bilərəm ki, dəniz deyil. Amma dənizin yanında almaq nə qədər doğru bir hərəkət olacaq bilmirəm. Problem odur ki, dəniz də hələ ki heç almayıb. Yaşasın bacılıq deyərəkdən bir şeylər axtarmağa gedəcəyik. Görək də başımıza nə gəlir. Limonlu suyla başladığım günün sonu. Bəli. Hello, hello, hello. Yenə mən. Baxın, yeni bir outfit, yeni bir paltarla artıq 2026-cı ilə giririk. Hava çox günəşlidir. Dekabrın 31-i vibe'ını vermir, yeni ilə girdiyimizin vibe'ını vermir, amma onunla belə yenə də enerjimiz tamdır. Bugün Dənizərə artıq çölə çıxacağıq və burada süfrələr qurulur. Məsələn, görünürmü bilmirəm. Axşam üçün o süfrələr yavaş-yavaş qurulacaq onsuz da. Ev hələ ki tam hazır deyil. Axşam qonaqlarımız və s. olacaq hər zamanki kimi və mən bundan çox xoşbəxtəm bu arada. Belə şeylər çox sevirəm. Mən dedim ki, Dənizərəgil dərslərlə əlaqəli olaraq bir yerlərə gedə bilmirdilər. Mən də düşündüm ki, bizim Christmas marketimiz var bulvarda və Targovda. Niyə Dənizərəgil bugün çıxmasınlar və onlara elə bir ani sürpriz edib xəbər elədim və gedirik Christmas marketə. İnşallah çox da rasxoda düşmərəm. Arda üçün oturmaq məcburiyyətində qaldım bir tərəfdən. Bunlar necədir? Məncə qəşəngdir deyə düşünürəm. Saçımı falan bir daha təkrardan düzəldəcəm. Ən sonunda isə gedəcəyik artıq. Yəni bir 15 dəqiqə artıq həqiqətən çıxmaq lazımdır. Çox da danışıb telefon zərgəsinə ödürmək istəmirəm. Davay, gedirik. Bu arada bir şey demək istəyirəm. İnşallah ümid edirəm hər birimiz üçün. Niyyət eləyirəm, belə deyək. 2026 hər birimiz üçün arzularımızın gerçəkləşdiyi və ən gözəl illərimizin başlanğıcı olan bir il olar və hər birimiz üçün sağlamlıq, xoşbəxtlik və ruzi bərəkət dolu bir il kimi keçər. 2027 gələnə qədər 2027-də bunun qat-qat gözəli olsun, amma ilk öncəliyimiz 2026-dır. Buna görə xoş dualarımı, xoş sözlərimi sizinlə bölüşmək istədim. Özümə nə dilləyirəmsə sizin üçün də onu diləmək istəyirəm. Ən önəmlisi sağlamlıq, xoşbəxtlik və ruzi bərəkətdir. Sağlamlıq olduqdan sonra xoşbəxtlik və ruzi bərəkətə öz yolundan gələcəklər. Buna həmişə çox inanmışam və inşallah 2026-da nə arzulamışıqsa sevgimi, pulumu, nə arzulamışıqsa sağlamlığımı inşallah yerinə yetər deyə ümid eləyirəm və hər birinizi buradan çox öpürəm. Hemen yiyoruz. Dəniz necədir? Deyəsən dəniz bəyəndim. Dəniz bəyəndin mi? Aha. Çəkmək istəndim. Niyə də o? Yiyebilirsin. Gəl, dəniz baxın. Ya, teşekkür. Foto ihtiyaç yoktu. Gurme olarak da. İstersen burada. Güzel bir şey yok. Bence de geçen bir şey yok. Ama köy okut geldi. Hangi için gördüm? Bu da beşe çekecek. Ben de daha da geçmeyeceğim. Kendisi var ya şey. Adı ya. Bu doz şey. Dozlu olur. Həqiqətən hava çox mükəmməldir və mən gərək mikrofonu gətirərdim. Nədən? İndi qarnlarımı yeyim. Qarşıya bırak. İndi
sonra hə. Çox külək var, çox külək var. Çox arada qalmışıq ki, karusellər tərəfə gedək, yoxsa Friends'e gedək. Bəli. Karuselə gedib əylənib günün sonunda Friends'e gedəcəyik. Sadəcə bir dənə şeydə Targovdakı soyuq əllər isti ürəklərdə üçlü bir şəkil var. Onu da çəkmək istəyirik. Amma bilmirik hansını eləyək ilk öncə. Oversink saatından çıx, gəp bəzin. Oversink saati. Saat gəlib. Yox, eyvallah, oraya gedəcəksə oradan sonra qayıtmaq da yollarda. Qayıtmaq da yoldadır. Dənizin Azərbaycancası da onu tərk elədi artıq. Nə olacaq? Ne yiyəcəyik hal-hazırda bilmirik, amma siz bizə deyənə qədər biz artıq 2026-da doğmuş ola bilərik. Edit bitmədi. Ona görə, amma Bakı həqiqətən çox qəşəng görünür. Hava çox qəşəngdir. Qəşəng şəkillər çəkmək olar. Hava aydınlıqdır. Hava aydınlıqdır. Çox qəşəng şəkil çəkmək olar bilər, amma külək var. Yəni elimizi belə çıxarda bilmirik. Bəli, bəli. Ev yox. Dəniz, anam nə tapşırıb? Anam tapşırıb. Bir başına alıb gətirmək. Qabaq balamla ne deyəcəyik? Deyəcəyik, bəli. Baxın. Danışmaq çox sevməm. Çünki tam seriyalı. Yaxşı görün. Bizim de artık bacıların da böyle bir Kardeşim ne yapıyorsun? Sen girmək istəmirsən. Bizim de artık böyle bir şəkillərimiz var. Yani bacılıq xatirəsinə Bəli, hamısı neydi düşünəydək? Bəli. Ben ama şey düşündüm, elə bildim ki altında da fərqli olacaq. Yo. 3 dənə sadəcə çap eləməsi 2 dənə olacaq. Bence çok okeydir. Ben birini xaricə gedəndə apararam, biri də sizə qalır. Bəli. 2 hours later. Biz yenə çölə çıxırıq. Nəyə? Alışveriş eləməyə. Yenə alışveriş hayındayıq biz. Ay. Çox qəribə bir şəkildə məhəlləmiz çox sakitdir. Çox ehtimal hal-hazırda yeməkdədir. Çox sakitcə idi. Gecə saat 12-də. Hal-hazırda saat amma 9 falan olmalısa, bilmirəmsə. Evinizə gedin. Çox sakitçilikdir. Amma buna baxın. Bağlanıb artıq hər tərəf. Neyse. Yaşada gözlər. Mən romantiklərim. Özlər sonra getdik, gəldik. Və qapıda bizə dedilər ki, artıq bağlamışıq. Mən xəbərim olmadı yəni. Və tıpış məhəllənin marketinə gəlirik. Bəlkə nəsə taparıq deyə. Bilmirəm. Üzüldükmü? Üzüldük. Neyse. Gör baxırsan. Kimisə evindəki şaxta böcəğin çox işiydi. Necə çəkə bilmərəm naməhrəm. Hal-hazırda həqiqətən hər şey çox ciddi gedir. Oyuna başlamamışıq. Ay video çəkirəm də, nə olacaq? Ay, mən hündürlüklərdən düşdüm. Evet. Demək istədiyiniz nəsə varmı? Fake'dir. Yo, biz oynayacağıq da. Bəli. İşığımız çox qəşəngdir amma. Çox sevdim. Qəşəng deyərdim. Təbii ki. Cəsur saçlarıyla əlaqəli kommentdə görüşə bilərik. Məncə qəşəng yaraşır. Yorulmadı da. Məncə çirkin deyil, həqiqətən çirkin deyil. Mən elə düşünürəm. Özümüz öyrəşməyib. Bəli. O da öyrəşəcək və fərqli fason verməyə artıq o da biləcək. Yəni, bir var ki, saçın kare eləyəsən, sadəcə kare istifadə edirsən. Onu sağa atırsan, sola atırsan, hörürsən, onu edirsən, bunu edirsən. Bir də var, dəniz kimi gedin birdən-birə saçınızı kəsin. Ola bilər. Mən bacımla nə işim var? Neysə, mənə atmayıb seçsin saçını. Hə, tamam. Neysə. Hər kəs cips yeyir. Bu arada cipsi bitdi. Bir manat bir borclu şey yazsam.
Orada bir madde Monopoly'de. Senden çıkta şerefsiz. Sən ona düşsən 50 ödəyəsən kristala görə. Ki o 40 alıb səndən 50 alacaq. Hə, yəni 60 verib 50, 60 50. İkinci kristal koysa oraya. İkinci kristal qoysa 50 də üstünə gəlsən 100 ödəyirsən. Bence yok bu. Ya bir kristal Bu 50. kristalın Kristalın kristal 50. Bak kristal 50'ye alır. Ha. Yazın düzdü. Bəli. Pul yazın. 7. Ben hardayım. Burçuna. Sən də tutmusan. 1, 2, 3, 4, 5, 6, 7. 150 gobin. Yazıb pul oğruya da poşonuna baxıram. Tırmadan. Bir dakika. 200 tırmadan. 350 götürürüm. Cəsur. 300. Cəsur sən maliyyətçisən. Hər şey Hə, bir də. Tamam edeyim. Siz bunun Azerbaycancasını alın. Bakıyorsun bu ay ağzından. Bu nedir? Sade evi, ne bileyim. Üst kristalın bir yerde. Artan mısın? Kristal ha? Rengin. Ən çox ah kimi